Salam, hər vaxtınız xeyir olsun. Bu videoda ən çox qarışdırılan mövzulardan, çox mənalı və amonim sözlərdən danışacağım. Burada gördüyünüz kimi ekranın sağına amonim, soluna isə çox mənalı sözlər yazmışam. Ümumiyyətlə, abituriyentlərin, şagirdlərin ən çox qarışdırdığı mövzulardan biridir. Niyə görə? Çünki hər ikisi, belə deyək, bir neçə məna verir, bir-birinə çox bənzəyir. Bəs biz bunları necə ayırmalıyıq? Əvvəlcə çox mənalı sözlərdən biraz məlumat vermək istəyirəm. Biz bilirik ki, dilimizdə olan sözlər tək mənalı və çox mənalı ola bilir. Tək mənalı, yəni bir leksik mənası olan sözlərdir. Onları istəsək belə başqa mənalarda işlədə bilmərik. Məsələn, dənizçi, 8, bunların başqa mənası yoxdur. Çox mənalı sözlər isə birdən artıq mənalarda işlənən sözlərdir. Məsələn, burada yazmışam ağız sözü. Ağız sözünü, eyni zamanda üst sözünü, hərəsini 3 mənada işlətmişəm. Bunlar, belə deyək, ağız sözü burada həm həqiqi, həm məcazi mənada işlənilib. Üst sözü burada həm həqiqi, həm məcazi mənada işlənilib. Deməli, çox mənalığın da əsas tələblərindən biri elə məcaziliyin olmasıdır. Məhz onu amonimdən fərqləndirən əsas cəhətlərdən biri odur. Çox mənalılıq, məcazilik varsa, çox mənalılıq var deməkdir. Fikrimizi biraz da konkretləşdirib, belə deyə bilərik ki, məsələn, yazım elə bura. Deməli, bir sözün çox mənalı olması üçün əsas 2 tələb var. Fərqləri çoxdur amonimlə, fərqləri təbii ki, amma əsas 2 tələbi biz əsas götürsək, biz onları rahat ayıra bilərik. Məsələn, yazıram ki, çox mənalıların əsas tələblərindən biri orada məcaziliyin olmasıdır. İkinci tələb isə onun işləndiyi mənalar arasında yaxınlıq olmalıdır. Yaxınlıq olmalıdır. Gəlin baxaq, burada yazdığımız nümunələr bu tələbləri ödəyirmi? Quşun ağzı. Quşun ağzı, insanın ağzı, bunlar həqiqi mənalı sözlərdir. Qazanın ağzı, baltanın ağzı isə məcazi mənadadır. Birinci tələbimiz ödəndi. Məcazilik var. Mənalardan biri həqiqidir, digərləri məcazi. Amma ikinci tələb ödəndimi? Yaxınlıq varmı bunların arasında? Quşun ağzı, qazanın ağzı, baltanın ağzı. Burada ağız sözü üçündə də eyni mənada işlənib. Yəni, eyni məna dedikdə necə? Bir sözün müxtəlif məna çalarlarıdır. Və həmin məna çalarları arasında yaxınlıq var, yəni kəskin fərq yoxdur. Quşun ağzı, qazanın ağzı, baltanın ağzı. Bunları biz çox mənalı hesab edəcəyik. Yaxınlıq da var. İnsanın üzü həqiqi mənadadır. Kitabın üzü, suyun üzü məcazi mənadadır. Hər iki tələb burada da ödənib. Məsələn, yaxınlığı biraz aralarında yaxınlıq olmalıdır sözünü biraz daha açaq, izah eləyək. Məsələn, yazıram bura burun sözünü. Burun sözünü bildiyimiz digər mənalarda işlədək. Biri, ilk ağlımıza gələn həqiqi mənası insanın burnu, heyvanın burnu da ola bilər bu. Daha sonra gəminin burnu ifadəsi var, çəkmənin burnu ifadəsi var, yəni ayaqqabının. Baxaq, burun sözü birinci mənada tənəffüs orqanı mənasında işlənib və bu həqiqidir, düzdürmü? Gəminin burnu, çəkmənin burnu isə məcazi mənada işlənib və onlar arasında yaxınlıq nədən ibarətdir bəs? Burada gəminin, çəkmənin burnu dedikdə əşya və ya alətlərin uc tərəfi, çıxıntılı tərəfi nəzərdə tutulur. Hətta mən bunu şagirdlərimə izah edəndə möhtəşəm rəssamlıq qabiliyyətimdən də istifadə edirəm. Tək onlar daha rahat anlasınlar. Belə bir gəmi də çəkməyə çalışıram. Hətta çəkməni də çəkəcəm. Demək, burada görürsünüz ki, burun, insanda burun çıxıntılı hissə. Gəmidə gəminin çıxıntılı hissələri, ayaqqabıda uc tərəf. Yəni, üçü də ona görə bir-birinə yaxındır. Burada tamam başqa sözdən danışılmır. Eyni sözdür. Sadəcə müxtəlif məna çalarları verir. Biz bilirik ki, amonimlər lüğəti var, amma çox mənalı sözlər lüğəti yoxdur. Çünki bu elə eyni sözdür. Eyni sözdən söhbət gedir. Amonimlərdə isə bu belə deyil. Gəlin baxaq. Amonimlərdə vəziyyət necədir?
Amonimlər isə biz amonimlərin tərifini deyəndə deyirik ki, yazılış eyni, deyiliş eyni. Deməli, yazılışı, deyilişi eyni. Hətta mən deyərdim ki, vurğusu belə eyni. Bunları artırmaq olar. Vurğusu, daha sonra başlanğıc forması eyni olan sözlərə, amma mənaları kəskin fərqli olan sözlərə amonimlər deyilir. Elə çox mənalı ilə paraleldə mən bunu belə izah edərəm ki, biz çox mənalı üçün 2 şərt yazmışdıq bura, düzdürmü? Amonim üçün də 2 şərt yazacağım ki, rahat onları ayıra bilək. Amonimlərdə çox mənalardan fərqli olaraq məna yaxınlığı olmur. Əksinə kəskin fərqli olur. Kəskin fərqli. Və həmin işləndiyi mənalar həqiqi olmalıdır hər ikisi. Həqiqi olmalıdır. Gəlin baxaq burada işlətdiyimiz amonimlərə. Tut sözünü 2 mənada işlətmişik. Topu tutmaq, yediyimiz meyvə tut mənasında. Gəlin birinci tələbə baxaq. Topu tutmaqla yediyimiz meyvə tutun bir-birinə aidiyyatı var. Əlbəttə yoxdur. Bir-birinə aidiyyatı yoxdur. Ona görə də ayrı-ayrı şeylərdir. Bəs bunlar arasında məna yaxınlığı varmı? Daha doğrusu bunlar ikisi də həqiqi mənada işlənibmi? Bəli, topu tutmaq da həqiqidir, meyvə tut da həqiqi bir şeydir. Ona görə də bunlar amonim sayılacaq. Baxaq bağ sözünə. Ayaqqabı bağı, bostan bağ. 2 tələb ikisi də ödənir. Ayaqqabının bağı ilə bostanın bağı mənalarının bir-birinə aidiyyatı yoxdur. İkisi də kəskin fərqlənən ayrı-ayrı şeylərdir. Və onlar ikisi də həqiqi mənada işlənib. 2 tələb də ödəndiyi üçün bu sözə də biz amonim deyə bilərik. Burada bir məsələ də qeyd eləmək istəyirəm. Çox mənalı sözlər biz bilirik ki, yalnız eyni nitq səsinə aid olur. Eyni söz olduğu üçün təbii ki, onun məna çalarları da eyni nitq səsi olacaq. Amma amonimlər həm eyni, həm müxtəlif nitq səsinə aid ola bilir. Müxtəlif nitq səsinə aid olduğu zaman onun ikinci mənası, ikinci cümlədə işləndiyi mənası çox vaxt feil olur. Məsələn, topu tutmaq birləşməsini görürsünüz ki, tut nə et? Feildir. Meyvə tut isə isim. Burada görürsünüz, amonim müxtəlif nitq hissələrinə aiddir. Amma burada baxaq, ayaqqabı bağı nə? İsim. Bostan bağ, o da isimdir. Yəni, amonim və amonimlər həm eyni, həm müxtəlif nitq hissələrinə aid ola bilir.